Birliyə doğru əlil və kimsəsiz uşaqlara qayğı İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin təqdimat mərasimində İctimai Birliyin sədri Zərifə Quliyeva sosial məsuliyyətin cəmiyyət üçün əhəmiyyətindən danışdı. Digər çıxışlarda Azərbaycanda sosial məsuliyyətin geniş vüsət alması üçün medianın mühüm rolundan bəhs olundu. Proje 2 mərhələdən ibarətdir. Birinci mərhələdə insanlar öz ideyalarını bizə təqdim eləyəcəklər, öz sosial məsuliyyətlərini necə görürlər, nələr etmək istəyirlər, təbiətə qayğılarını necə göstərirlər, kimsəsizlər evində olan uşaqlarımıza necə qayğı göstərmək istəyirlər, cəmiyyətə necə dəstək olmaq istəyirlər. İkinci mərhələ bundan ibarətdir ki, hər kəs verdiyi ideyaları, hansılar ki keçib ikinci mərhələyə, həyata keçirməlidir. Müsabiqə iştirakçıları münsiflər heyəti və SMS səsvermə vasitəsilə qiymətləndirilən ideyalarını flash-modlar, esse, köşə yazıları, məqalələr, reportajlar, sosial çarxlar və bu kimi müxtəlif vasitələrlə reallaşdıra bilərlər. Müsabiqəyə qatılmaq istəyən şəxslər, eləcə də qeyri-hökumət təşkilatlarının müraciətləri 3 dekabr tarixinədək qəbul ediləcək. Sevda Həmzəyeva, Cavid Əliyev, Günel Əkbərova, Xəbərlər.